Şəriətə fikir versək, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tövsiyələrinə açıq aydın dəlillər, sərih deyir ki, hətta əgər görsən ki, zülm eləyir, hətta qəlbləri şeytan qəlbi, hətta Peyğəmbərin yolunla getməsələr belə, sizin inkar etdiyiniz şeylər görsəniz hakimdən, belivizə vursa, malımızı alsa, yəni zülm eləsə, belivizə vursa, malımızı alsa, yəni zülm eləsə, hətta öz hakimiyyətində insanların haqqını ödəməsə belə, nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm? Bunlar hamısı hədislərdədir ya, səhih hədislərdə. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, qulaq asın, tabe olun. Peyğəmbər harda elə söz deyib? Mənə bir dənə Qurandan dəlil gətir ki, Allah Musa Peyğəmbərə deyir ki, Firon nə eləsin, ona tabe ol. Və yaxud da ki, mənə bir dənə Qurandan dəlil gətir ki, Allah İbrahim Peyğəmbərə deyir ki, Nəmrud nə eləsin, ona tabe ol. Quranın harasını oxusan görürsün ki, Allah deyir ki, zalıma qarşı çıx. Utanmırsan Allahın adından yalan danışsan, ay MT mayoru. Qədimdə məbəd kahinləri cəmaatı şaha itaətə səsləmək üçün Allahın kitabını dəyişdirirdilər. İndi siz Quranı dəyişə bilmirsiniz deyə Peyğəmbərə iftira atırsınız. Peyğəmbər heç vaxt zalıma itaət edin deməz. Ömrünü Məkkə zalımlarla vuruşmağa həsr edən və sonda Məkkəni fəth edən Peyğəmbər əgər desəydi zalıma tabe olun, cəmaat deməzdi əgər zalıma tabe olmaq vardısa, bəs niyə biz bu zalımlarla vuruşuruq?